Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fis Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə 9 mart buraxılış imtahanına düşmüş sualların izahına baxırıq. Yəni riyaziyyat fənni üzrə izahına baxırıq. Başlayırıq birinci sualda. Birinci sualda deyir ki, kəsişməsi boş olmayan A və B çoxluqları üçün A çıxılsın B, yəni yalnız A çoxluğunda elementlərin sayı 6, yalnız B çoxluğunda yerləşən elementlərin sayı 4 olarsa, A və B çoxluqlarının birləşməsinin elementlərinin sayının ən kiçik qiymətini tapmalıyıq. Yəni bunu Euler-Venn diaqramı vasitəsilə göstərək. Bu bizdə olsun A çoxluğu, bu da olsun B çoxluğu. Yalnız A çoxluğuna 6 element daxildir, yalnız B çoxluğuna 4 element daxildir. Və bizdən tələb etdiyi birləşmədir. Əgər bu çoxluqların kəsişməsi boş deyilsə, baxın, kəsişməsi boş deyilsə, biz bu birləşmənin ən kiçik qiymətini tapmaq istəyiriksə, kəsişməyə ən kiçik ədədi, yəni 1-i yazmalıyıq. Natural ədədlərdən ən balaca ədəd 1-i yazmalıyıq. Onda belə çıxır ki, A və B çoxluqlarının birləşməsi, bunları cəmləyirsiniz, düzgün cavab 11-ə bərabər olmuş olur. 61-ci sualda testimizin düzgün cavabı olur A bəndi. Baxırıq 62-ci suala. Çox sadə bir sualdır. Deyir, ifadəni vuruqlara ayırın. Ortaq vuruq nədir burada? 5-dir. 5-i mötərizə xaricinə çıxartsam, 25 böl 5. 5 edəcək. 5 anı da 5-ə böləndə olacaq A. Hər zaman yadda saxlayın ki, mötərizənin içərisi bölmə yolu ilə tapılır. Olacaq 5 vurulsun 5 çıx A. Bax 62-ci sualda testimizin düzgün cavabı D variantı, D bəndi alınmış olur. Baxırıq 63-cü sual. Deyir, cədvəldəki ədədlərin hansı hissəsi irrasionaldır? İrrasional olanlar nədir uşaqlar? Dəqiq, kök altından dəqiq bir cavab çıxmayanlar, həmçinin rasional formada, yəni kəsr formada göstərilə bilməyənlər idi. Məsələn, irrasional ədədlər pi burada irrasionaldır. Kök altı 3-dən cavab çıxmır. Bundan 3 çıxır. Bu rasionaldır. Bunu kəsr formasına göstərə bilirsiniz. Rasionaldır, amma bundan kök çıxmır. Kəsr formasına göstərə bilirəm. Rasionaldır. Bunu göstərə bilmirəm. İrrasionaldır, rasionaldır, rasionaldır, rasionaldır. Baxın, 10 ədəddən hissə soruşur sizdən. Kəsr formasında yazmalısınız. 10 ədəddən neçəsi irrasional oldu? 1, 2, 3, 4. Bunu da 10-da 4 formasında yazsaq, düzgün cavab 0,4 alınmış olur. Yəni, testimizin doğru variantı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 64-cü suala. 64-cü sualda deyir ki, verilən bu ifadənin qiymətini tap. Baxın, dərəcələr eynidir. Bir kökün altında yazıb vura bilərəm. Əlbəttə ki, olacaq kök altında 11 çıxılsın, kök altda 21. Bir dəfə də 11 üstə gəlsin, kök altda 21. Bu da bərabərdir. A çıx B, A üstə gəl B-dir uşaqlar. Olacaq A kvadrat, 11-in kvadratı 121, çıxılsın B kvadrat, 21-in kök altda 21-in kvadratı da 21 olacaq. 121-dən də 21 çıxanda 100 eləyir. Bunun da cavabı 10 alınmış olur. Yəni 64-cü sualda testimizin düzgün cavabı olur A bəndi. Baxırıq 65-ə. Şəkər çuğundurunun, deyir, onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuğundurundan neçə ton şəkər alınır? Uşaqlar, 80-in sadəcə 20%-ni tapmaq lazımdır. Özü deyir də, mənə 20%-ə qədər şəkər alınır. Ədədin faizi necə tapırsan? 80 vur 20 bölü 100. 0 var, gedir. 8-də 2-yə vuranda uşaqlar düzgün cavab 16 ton alınmış olur. Və bəli, testimizin doğru variantı olur B bəndi. Baxırıq 66-ya. Deyir, Y-ın hansı qiymətlərində verilən bu ədədlər ədədi silsilənin ardıcıl hədləri olar. Yəni, bu A1 olsun, bu A2 olsun, bizdə A3 olsun. Qayda necə idi? A2, A1 ilə A3-ün cəminin yarısı olmalıydı. Deməli, yazırsınız ki, modul daxilində 3 çıxılsın Y bərabər olmalıdır. Bu ikisinin cəmi. Y çıxılsın 2, üstə gəlsin. 6 çıxılsın Y bölünsün 2. Bu da bərabərdir. Müsbət, mənfi getdi. Modulda 3 çıxılsın Y bərabərdir. Mənfi 2 üstə gəl 6, 4 eləyir. 4-ün də 2-yə bölsəz 2 eləyəcək. Aldıq belə bir modul tənlik. Modul tənlikdə bir dəfə 3 çıx Y olduğu kimi müsbəti 2-yə bərabər eləyirdik. Bir dəfə də 3 çıxılsın Y-ı mənfi 2-yə bərabər edirdik. Buradan Y bərabərdir. 3 çıxılsın 2 düzgün cavab 1 olur. Buradan Y bərabərdir. Deməli 3 üstə gəlsin 2, 5 alınmış olur. Yəni 1 və 5 testimizin doğru variantı D bəndi alınmış olur. Belə. Keçək növbəti suala.
Baxırıq 67-ci sual. 67-də deyir ki, iki kürədən birincinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Birinci kürənin səthinin sahəsi ikinci kürənin səthinin sahəsindən neçə dəfə böyükdür? Baxın, söhbət həcmdən gedirsə, biz bilirik ki, orada kub qədər artım olur, düzdürmü? 27 nəyin kubudur? 3-ün. Deməli, onun radiusu bir-birindən 3 dəfə fərqlənir. Radius 3-dürsə və səthinin sahəsi nə olacaq? Sahə də kvadratı qədər fərqlənir, uşaqlar. Deməli, 3-ün kvadratı bu da eləyir 9. Biri o birindən 9 dəfə böyük olmuş olur. Hətta ən rahat şifahi gedən bir sualdır. 67-də düzgün cavab olur B bəndi. Baxırıq 68-ə. Deyir, bu bərabərsizliyin ən böyük və ən kiçik tam həllərinin hasilini tapın. Ən böyük tam həlli burada alır 5 qiymətini. Ən kiçik tam həlli isə burada alır -5 qiymətini. Və 5-i də vuranda -5-ə düzgün cavab -25 alınmış olur. Yəni testimizin doğru variantı olur Y bəndi. Keçək növbəti suala. Nə deyir bizə? İki perpendikulyar müstəvinin birindən 2 cm, digərindən isə 4 cm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tapın. İki perpendikulyar müstəvi deyirsə, bunları bu formada göstərə bilərəm. Baxın belə. Deməli, bir nöqtə var. Deyək ki, nöqtə burada olsun. Birindən 2 cm məsafədədir. Amma o birindən 4 cm məsafədədir. Baxın, buradan bura. Məsafə də belə perpendikulyar olur. Və bizə deyir ki, bu müstəvilərin, bax, həmin bu nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər məsafə. Kəsişmə xəttinə qədər məsafə, bax, budur uşaqlar. Bax, buraya qədər olan məsafəni istəyir sizdən. İndi nə edəcəksiniz burada? Bu 2-dirsə, bax, bura 2, deməli, aşağı da 2 olur. Bura bir dənə hipotenuza x desək, biz x-i axtarmalıyıq. X bərabərdir. Kök altda 4-ün kvadratı 16, 2-nin kvadratı 4. Toplayanda 20 eləyir. Kök altında 20-ni də 4 dəfə 5 kimi yazsaz, 4-dən kök çıxır 2. Amma bu 5 qalır kökün altında. Deməli, düzgün cavab 2 kök altda 5 alınmış olur. Testimizin doğru variantı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 70-ci sual. 70-ci sualda deyir ki, bax, bu düsturlar ilə verilən paralel köçürmədə A nöqtəsi hansı nöqtəyə çevrilər? Uşaqlar, hazır nöqtəni sizə verir, düsturu verir. Nə etmək qalır? Çevirmək. Deyək ki, bu A' nöqtəsinə keçir. X nə olmalıdır? 4 vahid artmalıdır. -3 üstə gəl 4 eləyir müsbət 1. Y nə olmalıdır? 1 vahid artmalıdır. 2 üstə gəl 1, o da eləyir 3. Yəni 1 və 3 testimizin doğru variantı Y bəndi alınmış olur. Baxırıq 71-ci suala. Diaqonallarının sayı 9 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Diaqonallar hansı düsturdan tapılırdı? N vurulsun, N çıx 3 bölünsün 2 bərabərdir 9-a. Burada çarpaz vursam, N vurulsun, N çıx 3 bərabərdir 9 dəfə 2, 18-ə. İndi bunu açıb kvadrat tənliklə də həll etmək olar. Mən seçmə üsulunda ədəd yazıram. Məsələn, 6. Yəni, biri o birindən 3 vahid az olmalıdır ədəd. Məsələn, baxın, 6 yazsaz, həqiqətən də 6-dan 3 çıxanda 3 eləyir, 6-nı 3-ə vuranda 18 eləyir. Deməli, N bərabərdir 6-ya, yəni bu qabarıq çoxbucaqlının tərəflərinin sayı 6 alınmış olur. O da eləyir D bəndi. Belə. Baxırıq 72-ci suala. Rahat bir sualdır. 14-ün kvadratı çıx 10-un kvadratını A kvadrat minus B kvadrat kimi açırsınız. Olur loqaritmi 2 əsasdan. Bir dəfə toplamalısınız. 14 üstə gəl 10 eləyir 24. Bir dəfə də çıxmalısınız. 14 çıxılsın 10 o da eləyir 4 bölünsün 24. 24-lər ixtisar getsə uşaqlar. Qalır burada loqaritmi 2 əsasdan 4. Bu da bərabərdir. Cavab 2 alınmış olur. Yəni 72-ci sualda testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 73-cü sual. 73-də bizə deyir ki, A parametrinin hansı qiymətində verilən bu tənliyin həlli var? Sinus funksiyası hansı aralıqda qiymət alır uşaqlar? -1 ilə müsbət 1 aralığında. Doğrudurmu? Gətirib buraya yazsam, A çıx 1 bölünsün 2 müsbət 1 ilə -1 aralığında yerləşməlidir. Hər tərəfi 2-yə vurursunuz. Bu eləyir -2, 2 ixtisar gedir, A çıx 1, bunu da vuranda 2. Hər tərəfin üstünə 1 gəlməlisiniz. Burada müsbət A qalacaq, 2 üstə gəl 1, 3 eləyəcək, -2 üstə gəl 1, o da -1 alınmış olacaq. -1 və 3 aralığı, bəli, testimizin düzgün cavabı D bəndi alınmış olur. Baxıram 74-ə. Uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Böyük bucağın dərəcə ölçüsünü tapın. Baxın, biri o birinin 80%-dirsə, bunu %80 kimi qəbul etsəm,
20'yə ixtisar aparsam 5-də 4 yaza bilərəm, yaza bilərəm. Deməli, mənim birinci bucağım olacaq 4K, ikinci bucağım olacaq 5K. Və uyğun tərəfləri paralel olanlar eyni adlı bucaqlar deyil bunlar, müxtəlif adlıdır. Müxtəlif adlı bucaqların da cəmi 180 dərəcəyə bərabər olmuş olur. Onda buradan 4 üstə gəl 5. 9K bərabərdir 180 dərəcədirsə, K da bərabərdir 180 bölünsün 9, 20 dərəcə alınmış olur. Sizdən böyük bucağın dərəcə ölçüsünü istəyir. Yəni 5K-nı hesaplamalısınız. 5-i də 20-yə vuranda düzgün cavab 100 dərəcə alınmış olur. Yəni 74-cü sualda cavab olur 100. Keçirik 75-ə. Deyir ki, Z1 və Z2 qoşma kompleks ədədlər olarsa, X və Y həqiqi ədədlərinin cəmini tapın. Baxın, Z1 bərabərdir. Yazıb 9 çıxılsın, X vurulsun, I üstü 5. I üstü 5-i sadələşdirsək, elə 4-ə bölün bunu. 5-i 4-ə böləndə qalıq 1 qalır orada. I üstü 5 elə I-nin özünə bərabərdir. Burada olacaq X, yadda saxlayın. 4-dən böyük qüvvət olanda onu hər zaman 4-ə bölməklə tapırsınız. Yazıram, Z2 bərabərdir, Y üstə gəl 6 vurulsun. İndi I üstü 35 bərabərdir. 35-i 4-ə bölsək 8 dəfə düşür, qalıq I qalır. Yəni I-nin kubu. Bu I-nin kubunu da uşaqlar I kvadrat vurulsun I formasında yaza bilərsiniz. Yəni I üstü 1 kimi yaza bilərsiniz. I kvadrat mənfi 1-dir. Mənfi 1 də bu I-yə vuranda eləyəcək mənfi I. Deməli, mən burada 6-nı mənfi i-yə vurmalıyam. Ona görə bu bunu mənfiyə çevirəcək. Bu da olacaq mənfi 6i. Əgər bunlar bir-birinə qoşma kompleks ədədlərdirsə, qoşmalarda nə idi uşaqlar? Əgər Z1 bərabərdir, A üstə gəl, B i-yə bərabər idisə, Z2 də bərabər olacaqdır, A çıxılsın B i-yə. Yəni, bunun bax, həqiqi hissələri bir-birinə bərabər olmalıdır. Deməli, Y-ın qiymətinin buradan 9 olduğunu tapdıq. Y bərabərdir 9-a. Bəs xəyali hissələr nə deməli? Bu müsbət B-dir, bu mənfi B-dir. Bir-birinin əksi olmalıdır. Bir-birinin əksi olmalıdır. Bunu olduğu kimi götürürəm uşaqlar. Yazıram mənfi X bərabərdir. Bunun əksi olmalıdır da 6. Onda avtomatik X buradan nəyə bərabər olmuş olur? Mənfi 6-ya. Sizdən də X və Y-ın cəmini soruşur. 9-un da üstünə düzgün cavab mənfi 6 gəlsə, 9 çıxılsın 6 uşaqlar, 3 alınmış olur. Yəni 75-ci sualda testimizin düzgün cavabı olur 3. Keçək növbəti suala. Baxırıq 76-cı sual. 76-cı sualda deyir ki, bu ifadəni sadələşdirin. Baxın, diqqətlə baxsaq biz burada 4 sinus kvadrat alfa üstə gəl 4 kosinus kvadrat alfa. 4-ü çıxardırsınız mötərizənin xaricinə. Olur burada sinus kvadrat alfa üstə gəl kosinus kvadrat alfa. Çıxılsın, bu dəfələrlə bizim istifadə etdiyimiz düsturdur. Nə idi bu uşaqlar? 1 bölünsün kosinus kvadrat alfa. 1 bölünsün kosinus kvadrat alfa özü də əsas eynilikdə idi. Vurulsun kosinus kvadrat alfa. Bu da bərabərdir. Sinus kvadrat alfa, kosinus kvadrat alfa 1 eləyir. 4-ü 1-ə vuranda 4 eləyir. Çıxılsın. Kosinus kvadrat alfa ilə kosinus kvadrat alfa ixtisar gedir 1. 4-dən də 1 çıxanda uşaqlar düzgün cavab 3 alınmış olur. Keçək növbəti suala. Baxırıq 77-ci sual. 77-ci sualda bizə deyir ki, verilən bu tənliyi həll edin. Baxın, bu tənliyi həll etmək üçün 3 vurulsun 5 üstü x-a dəymirsiniz. Amma bu 5 üstü x üstə gəl 1-i parçalayırsınız. Yazırsınız 5 üstü 1, gəlin 5 üstü 1-i qabaqda yazaq. Vurulsun 5 üstü x. Bu da bərabərdir 200-ə. Baxın, 3 vurulsun 5 üstü x, 5 vurulsun. Bundan 3 dənədir, bundan 5 dənədir. Toplayanda eləyir 8 dənə. 8 vurulsun 5 üstü x bərabərdir 200-dürsə, 5 üstü x bərabərdir 200-ü 8-ə böləndə 25 edir. 25 nədir uşaqlar? 5-in kvadratıdır. Deməli, x bərabərdir 2 alınmış olur. 77-ci sualda düzgün cavab olur 2. Keçək növbəti suala. Baxırıq 78-ci suala. Deyir, bu ifadəni sadələşdirin. Aşağıdan 2-ni mötərizə xaricinə çıxartsaq, baxın, 2-ni mötərizə xaricinə çıxartsaq, nə qalır burada? X kvadrat çıx 1 qalır. Uşaqlar, yuxarısı özü kubun, deməli, yuxarısı özü kubun açılışıdır. Bax, fikir verin. X çıxılsın 1-in kubunu açıram. Bax, birincinin kubu çıxılsın 3 vurulsun. Birincinin kvadratı vur ikinci. Vur 1 yazmıram da özü eləyir. Üstə gəl. 3 vurulsun birinci və ikincinin kvadratı. 1-in kvadratı 1 eləyirdir. Uşaqlar, elə buna vuranda 3x olur. Çıxılsın ikincinin kubu. Fikir verin. Deməli, bu bunun açılışıdır da. Mən də onun əvəzinə burada x minus 1-in kubunu yazıram. Vurulsun. İndi bunu tərsinə çevirək. X üstə gəl 1, qalxır yuxarı. Bu da ki, x çıx 1-in kvadratıdır.
bərabərdir. Burada x çıxılsın 1-in kubu. Fikir verin aşağıya. X kvadrat çıxılsın. Gəlin bu x kvadrat çıx 1-i parçalayaq. Belə saxlamayaq. X çıx 1, x üstəgəl 1 olsun. X çıx 1, x üstəgəl 1 olsun. Baxın, bu x üstəgəl 1 ilə bu x üstəgəl 1 gedir. X çıx 1-i x çıx 1-in kvadratına vursaz, elə bunun kubu alınır da eyni. Baxın, bunlar da gedir. Və düzgün cavab 2-də 1 qalır. Açıq sual olduğu üçün biz bunu 0,5 olaraq yazmış oluruq. Düzgün cavab olur 0,5. Keçək növbəti suala. Baxırıq 79-cu sual. 79-cu sualda deyir ki, akt zalında hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Bu zaldakı yerlərin ümumi sayı 384 olarsa sıraların sayını tapın. Baxın, mən sıraların sayının nə olduğunu bilmirəm. Gəlin sıraların sayını x deyək. Bax, sıra sayı x-dir. Deyir ki, hər sıradakı yer sayı. Onda yerlərin sayı bundan 8 çoxdur. 8 vahid çoxdur. Olur x üstəgəl 8. Ümumi yerlərin sayı isə 384-dür. Yadda saxlayın ki, ümumi yer sayını tapmaq istəyirsinizsə sıra sayını yer sayına vurmalısınız. Yəni bu tipli bir, yenə deyirəm, topuda da var idi. X vurulsun, x üstəgəl 8 bərabərdir 384-ə. Vurub açıram x kvadrat üstəgəl 8x çıx 384 bərabərdir 0-a. Diskriminantla gedək. 8-in yarısı 4 eləyir, kvadratı 16 eləyir. Bu da AC. Mənfi olduğuna görə üstəgələ çevrildi. Bərabəri 400-ə. Diskriminantın ikinci düsturundan getdim uşaqlar burada. Çünki B əmsalı cütdür. Və x1 bərabərdir. Müsbət olanı hesablayacağım. Burada 1-dir. Burada mənfi 4-dür. 400-dəki 20-nin kvadratıdır. Əla. 20-dən 4 də çıxanda eləyir 16. Deməli, tapdıq ki, bu akt zalında sıraların sayı 16-dır. Amma yer sayı 16 üstəgəl 8, 24 olmuş olur. Bizdən sıraların sayını soruşur uşaqlar. Ona görə düzgün cavab 16 alınmış olur. 79-cu sualda. Keçək növbəti suala. Baxırıq 80-ci suala. Burada deyir ki, ABCD düzbucaqlısının B təpəsindən AC diaqonalı BM perpendikulyarı çəkilmişdir. AM bərabərdir 9-a, MC bərabərdir 16 olarsa düzbucaqlının sahəsini tapın. Baxın, bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda bu hündürlüyü çəkilib. Əslində burada Evklidi görürükmü? Nə idi qaydamız? Hündürlüyün kvadratı, yəni h kvadrat bərabərdir M vurulsun N-ə, 9 vurulsun 16-ya. Onda hündürlüyün özü bərabər olacaq 3 vurulsun 4-ə. Bunun da düzgün cavabı 12 alınmış olur. Əgər burada hündürlük 12-dirsə, oturacaq neçədir? 9 üstəgəl 16. Bax, fikir verin. Oturacaq da 25-dir. Siz bu düzbucaqlının sahəsini tapa bilərsiniz də uşaqlar. 12 vurulsun 25 bölünsün 2. Bununla bu gedir 6 eləyir. 6 dəfə 25 150. Əgər bax bu düzbucaqlı üçbucağın sahəsi 150-dirsə, buradakı düzbucaqlı üçbucağın sahəsi də 150 olur. Çünki diaqonal onun sahəni 2 yerə bölürdü. 150 üstəgəl 150 sizdən ümumi düzbucaqlının sahəsini istəyir. Onun da düzgün cavabı 300 cm, daha doğrusu 300 kvadrat santimetr alınmış olur. Yəni burada düzgün cavab olmalıydı 300. Belə. Keçək növbəti suala. Baxırıq 81-ci suala. 81-ci sualda deyir ki, supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5 manatlıq, 10 manatlıq və 20 manat dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim olundu. Baxın, bir var 5 manatlıq olan, bir var 10 manatlıq, bir də var 20 manatlıq. Deyir bizə ki, ümumi hər biri olmalıdır 28. 28 ədəd yəni. 20 azenlik, 20 manatlıq kuponların sayı 10 manatlıq kuponların sayından 2 dəfə azdır. 20 manatlığın sayına x deyərəm. 10 manatlıqdan 2 dəfə az olduğu üçün bu 2 dəfə böyük olmalıdır. Bu olur 2x. 5 manatlıq kuponların sayından isə 16 ədəd azdır. Bax, bu 20 manatlıq 5 manatlıqdan 16 ədəd azdırsa, deməli 5 manatlıq tərsinə 16 ədəd çox olmalıdır. Oldu x üstəgəl 16. Deyir, müştərinin təsadüfi seçdiyi 2 zərfdəki kuponların ümumilikdə 30 azen dəyərində olması hadisəsinin ehtimalını tapın. Birinci gəlin biz bu zərflərin sayını tapaq. Hamısını toplayıram. Deməli 4x üstəgəl 16 bərabərdir 28-ə. 4x bərabərdir 28 çıx 16, 12. X də bərabərdir 12 bölünsün 4 olur 3. Deməli 20 manatlıqlar olur 3 ədəd. 3 vur 2 6 ədəd. 3 üstəgəl 16 bu da olur. Deməli 19 ədəd. 3, 6, 19 ədəd. Aha.
İndi biz ehtimal tapmalıyıq. Deməli, ehtimal nəyə bərabərdir? Deyir ki, bax, 2 zərf seçirsiniz. Ümumi 28 zərf var. Siz buradan ikisini seçirsinizsə, təbii ki, seçməli kombinizonla gedəcək. 28-dən 2. Bəs əlverişli halların sayı? Deyir, elə 2 zərf seçməlisən ki, bax, diqqətlə qulaq as. Elə 2 zərf seçməlisən ki, 30 AZN, 30 manatlıq dəyərində olsun. İndi fikirləşək də, bu pullardan hansını götürsəz, bax, 2 dənə götürməlisiniz, toplamalısınız 30 eləyəcək. Əlbəttə ki, bir dənə 10 manatlıq götürsəm, bir dənə də 20 manatlıq götürsəm, toplasam eləyəcək 30 manat. Bu bir dənə 10 manatlıq 6 əskinazın içərisindən birini seçirsiniz. Olacaq kombinizon 6-dan 1 vurulsun. 3 dənə 20 manatlığın içindən birini seçirsiniz. O da olacaq kombinizon 3-dən 1. İndi hesablayaq. 6-dan 1 elə 6-dır, 3-dən 1 elə 3-dür, 28-dən 2-ni də belə hesablayırdıq. 28 vurulsun 27 bölünsün 2. Bu da bərabərdir. Deməli, 6 vur 3, 18. Bu 28 ilə bu 2-ni ixtisar aparıram. Onlar 14 vurulsun 27. 27 ilə 18, 9-a ixtisar gedir. Bu 2 qalır, bu 3 qalır. 2 ilə də 14-ü ixtisar aparsaz, qalır 7. Yəni, yuxarıda sadəcə 1 qalıb, aşağıda 7 dəfə 3. Düzgün cavab 21 alınmış olur. Deməli, ehtimalı soruşurdu bizdən. 81-ci sualda testin düzgün cavabı olur 21-də 1. Belə, keçək növbəti suala. Baxırıq 82-ci suala. 82-də deyir ki, ABC üçbucağının AB və AC tərəfləri mərkəzi O nöqtəsində olan çevrəyə uyğun olaraq K və C nöqtələrində toxunur. ABC-nin dərəcə ölçüsü 40 dərəcə olarsa, KMC qövsünün dərəcə ölçüsünü tapın. Bax, bura 40 dərəcədir. Bu toxunma nöqtəsidir. Mərkəzdən toxunma nöqtəsinə radius endirilirsə perpendikulyar şəkildə olur. Deməli, bura 90 dərəcədir. Düzbucağı üçbucaqda iti bucaqlardan biri 40 dərəcədirsə, digəri olacaq 50 dərəcə. Fikir verin, bura olur 50 dərəcə. Və bizim qaydamız vardı ki, toxunanlar arasında qalan bucaq ilə onun bax gəlib bu söykəndiyi qövsün cəmi 180 dərəcəyə bərabər olmalıdır. Onda siz həmin qövsün dərəcə ölçüsünü tapmaq istəyirsinizsə, 180 dərəcədən 50 dərəcəni çıxmalısınız. Onun da düzgün cavabı uşaqlar 130 dərəcə alınmış olur. Yəni 82-ci sualda testimizin düzgün cavabı olur 130. Belə, keçək növbəti suala. Baxırıq 83-cü suala. Deyir ki, açılışı şəkildə verilmiş düzgün piramidanın tam səthinin sahəsi 360 olarsa, apofemin uzunluğunu tapın. Birinci növbədə tam səthin sahəsi necə tapılırdı? Gəlin yadımıza salaq. S oturacaq, üstə gəl, S yan. Bu ikisini verib də bizə, baxın, S oturacaq, deməli 100-dür. S tam səthin sahəsi də 360-dır. 360-dan 100-ü çıxırsınız, S yan bərabər olur 260-a. Hər şey buradan başlayacaq. S yanın tapılma qaydası necə idi? 2-də 1, P oturacaq, P oturacaq. Vurulsun H bərabər idi 260-a. P oturacağı tapa bilərəm. Hardan? Bax, fikir verin. Bu düzgün piramiddə, düzdürmü? Oturacağı da 4 bucaqlıdırsa, fikirləşirik ki, hansı 4 bucaqlı düzgün 4 bucaqlı adlandırırıq? Kvadratı. Kvadratın sahəsi 100-dürsə, deməli A kvadrat bərabərdir 100-dürsə, buradan da A bərabərdir 10 alınmış olacaq. Əgər bunun tərəfi 10-dursa, perimetrini necə hesaplayaram? 4 dəfə 10 eləyər 40. Buradan P oturacağı silib, yerinə gətirib 40 yazmağa bizim ixtiyarımız var. Bu 40 ilə bu 2 ixtisar gedəcək. Burada olacaq deməli 20. Bu sıfırla da bu sıfır gedir. H bərabərdir 26 bölünsün 2. Onun da düzgün cavabı 13 alınmış olur. Bax, hündürlük, elə bu yan üzün apofemid də, sizdə apofem o idi, sizdən onu istəyir. Ona görə testin düzgün cavabı olur 13. Şəkil olaraq baxıb, gözümüz qorxubsa, ümumiyyətlə daxil ol, bu misal işləməmişiksə, yəni elə olmaz. Şərti oxuyub, şəkildən qorxmamaq lazımdır. Şərti oxuyub, bax bu formada cavabı hesablamaq lazımdır. Cavab olur 13. Keçək növbəti suala. Baxırıq 84-cü suala. Deyir ki, cədvəldə bir qrupdakı tələbələrin boylarının uzunluqlarına görə sayıları haqqında məlumat verilmişdir. Bu qrupda boyu 170 sm-dən çox olan oğlanların sayını tapın. Nə etmək lazımdır? Sistem qurmaq lazımdır. Y üstə gəl 3x cəmi sizə 21 verilib. 2y üstə gəl x cəmi sizə 17 verilib. Nəyi soruşur bizdən? Gəlin ona köklənək. 170 sm-dən çox olan oğlanlar. Buranı istəyir. Y tapmalısınız. Ona görə bu sistemdə x-i yox edək. Necə edək? Aşağını 3-ə vuraq. Yuxarı olduğu kimi qalır. Y üstə gəl 3x bərabərdir 21-ə. 3-ə vuranda 6y üstə gəl 3x bərabərdir 51-ə.
Aşağıdakından yuxarıdakını çıxıram. 3x-lər gedir. 6y-dan y çıxanda 5y bərabərdir 51 çıxılsın 21 30. Y də bərabərdir 30 bölünsün 5 6 alınmış olur. Əgər y 6-ya bərabərdirsə, deməli 170 sm-dən çox olan 2 dəfə 6 12 nəfər oğlan şagird olmuş olacaq. 84-cü sualda testimizin düzgün cavabı olur 12. Keçək növbəti suala. Baxırıq 85-ci suala. 85-ci sualda deyir ki, A nöqtəsi verilən bu funksiyaya uyğun parabolanın təpə nöqtəsidir. Bu funksiyanın qrafikinin absis oxuna, koordinat başlanğıcına və ordinat oxuna nəzərən simmetrik çevrilmələrindən alınan parabolların təpə nöqtələri uyğun olaraq bu BCD olarsa, ABCD dördbucaqsının perimetrini tapın. Birinci növbədə təpə nöqtənin koordinatları verilibsə, kvadratrik funksiyada təpə nöqtənin koordinatları necə? Yəni, belə deyək də, düsturumuz uşaqlar təpə nöqtənin koordinatlarına görə belə idi. A vurulsun, x çıxılsın m-in kvadratı, üstə gəlsin n. Yəni, bunu bilməmək, məsələn, bax, bu sualı itirmək deməkdir artıq. Ona görə nə edək? Gəlin bunu tam kvadratına ayıraq. X kvadrat çıx 8x, 8-in yarısı 4 eləyir, kvadratı 16, 18 olmaq üçün burada bir dənə 2 çatmır. Deməli, bu ifadə olur x çıx 4-ün kvadratı, üstə gəl 2, əla. Bax, y bərabərdir buna. Deməli, buradan m-in 4 olduğunu tapırsınız, n-in isə mənfi 2 olduğunu, daha doğrusu mənfi 2 niyə? Müsbət 2 olduğunu tapırsınız. Həm m-i tapdınız, həm də n-i tapdınız. Gətirib burada yerinə qoyursunuz. Buranı silirəm. Buranı da silirəm. Artıq təpə nöqtəsinin koordinatları tapıldı. Bu 4-dür. Bu da 2-dir. İndi sizə deyir ki, absis oxuna nəzərən simmetrik çevrilməsini qur. Baxın, bu x-ə görə fırladırsınızsa, nöqtə gəlib düşəcək bura. Buna fikir verin. Bu nöqtə olacaq, B nöqtəsi. Bunun koordinatı nədir? X-i yenə eyni qalır, amma bu y-i gəlib düşür aşağı, olur mənfi 2. Sonra, ordinat oxuna nəzərən çevirəndə gəlib haradasa düşəcək bura. Şəkil üstündə işləməyiniz daha yaxşıdır. Bax, bu nöqtə olacaq D nöqtəsi və bu mənfi 4-ə gəlib düşəcək. Fikir verin, ordinatı 2 olduğu kimi qalır, amma x-i dəyişdi. Həmçinin bu da olacaq koordinat başlanğıca nəzərən. Koordinat başlanğıca nəzərən ikisi dəyişdi. Bax, fikir verin, mənfi 2, mənfi 4. İkisi də dəyişdi. Və sizdən deyir ki, bu düzbucaqlının perimetrini, gəlin bunu düzbucaqlı formasında göstərək, elə bundan istifadə edək. Bax, belə. Bunun da perimetrini tapmaq üçün tərəflərini bilmək lazımdır. 2 vahid burada, 2 vahid burada, 4 vahid bura elədi. 4 bura, 4 bura, 8 vahid də bura elədi. Yəni, belə təsəvvüründə bunun eni 4, uzunluğu 8 olur. Onda perimetr bərabərdir. 2 vurulsun, A üstə gəl B-dən istifadə edirik. Bunun da düzgün cavabı 24 alınmış olur. Yəni, 85-ci sualda testimizin düzgün cavabı da olur 24. Belə uşaqlar, bu da sonuncu sualın izahı idi. 9 mart, yəni buraxılışında istifadə olmuş suallar 2 marta nəzərən biraz aralarında 5%lik belə deyək də bir fərq olardı, amma yəni səviyyə olaraq demək olar ki, yəni bir-birinə yaxın idi. Sadəcə 5-7% belə fərqlənirdi uşaqlar. İnşallah ki, hər birinizin nəticəsi də yəni ürəyiniz istəyən kimi yaxşı olmuş olar. Belə, növbəti izahlarda yenidən bir daha görüşərik. İzahı bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.